Valideynlər mənə tez-tez müraciət edirlər ki, uşaqlarımız yay tətilindədir və onlara hansı kitab oxumağı tövsiyə edərdiniz? Bu dəfəki tövsiyəm bədii ədəbiyyat deyil, qeyri-bədii ədəbiyyatdır, amma uşaqların məhz inkişafına hesablanmış ədəbiyyatdır. Necə danışmalı, özlərini necə hiss edirlər, necə hiss etməli, necə anlamalı özünü, yaxşı vərdişləri necə formalaşdırmalı. Bax, bu 7 vərdiş kitabı var. Mən hesab edirəm ki, 9-10 yaşından yuxarı 18-19 yaşa qədər olan bütün yeniyetmələrə çox faydalı kitablardır. Bunu bir roman kimi yox, bunu əlinizə qələm tutaraq, hər bir cümləni anlayaraq və öz təfəkkürünüzə qeyd edərək mütləq oxuyun. Bu da qızların özlərə necə dost qazanmalı və insanlara necə təsir eləmələri haqqında bir kitabdır. Qızlarımıza xüsusən lazımdır ki, onlar danışmağı, düzgün rəftardan istifadə etməli, düzgün dostlar seçməyi. Bu kitablar bütün bu işlərdə həm özünü dərk etməkdə, həm də kənarı yaxşı tanımaqda sizə kömək edəcək. Uğur olsun, mütləq bu kitabları oxuyun.